getirəm. Teymurun sifarişimi götürməyə. Düzdür, çaşmışdım, samagovuz yazmışdım. Amma sonra gördüm yazdılar, kuryerə verildi. Sonra yazdılar ki, getirsin götür. Ben başım çıxmır. Neyse, gedim götürüm. İnşallah orada bir şalvar var idman formasına uyğun. Yaxşı çıxar, mən onu qaytarmalı olmaram da. Getdim mən. Akşamda konsert nəymiş, teatra getməliyim. Gəldi, baxın, sifarişi yenə buradadır. Hər dəfə göstərərəm, gedək alaq. Geldim. Hala. Karalov, bana mandarin aldım. Bizim market, bol markette endirim idi. Elim kırıldı. Bu düşeye 6 manatacağım. 5 manat 66 qəpik nəsə verdim. Yine bol market desin 29 qəpikdir. Soğan. 4-5 kilo oğlana deyim yığsın. Getdim tiyatroya. Çoxdan bir tiyatroya getməmişəm. Hətta Zəfər günümün nisbətli tiyatrolar vardı. Əvvəl yazıldım. Qrupdaydı, 10 manatlıq qrup var. Paylaşmışam hər yanda onun videosunu. Gidip daxil ola bilərsiniz. Sonra nəsə halım olmadı. Həvəsim də olmadı, bilmirəm niyə. Həm birində Səlimi gəzdirdim, birində niyə yalana dedim ki, ağlayıram, getmədim. Kimə istəyirsiniz? Çoxdan da getmirəm, genç tamaşaçılara gedirəm. Don Rafael trombonçudur, nədirsə belə bir tamaşayam. Temu üçün tam ayrı bir video çektim, qalacağım. Hər yerdə paylaşacağım onu. Bu arada bayaq da göstərmişdim. Bu bizim mum müziğidir. Temudan da çox sevdiğim müzikdir. Mum yəni ana deməkdir. Səlim çıxın mamasıya şükürlər olsun. Tezliklə isti ərlər, soyuq həmişə tərsinə soyuq ərlər, isti ürəklər olacaq. Mən həmişə tərsinə deyirəm. Ona görə artıq quraşdırılıb, amma hələ bağlıdır. Yeni il qabağı bilirsiniz ki, heriyə yarmarkası keçirilir. Soyuq ərlər, isti ürəklər. Mənim dilimdən istərlər soyuq ürəklər. Götürdüm. Çox qəşəng rəngləri var. Bu da baxın. Və endirimə 7.99. Aytacın sevdiyi, Aytac bax, Azik de Intense, sənin sevdiyin. Deməli, bir hissəli idi, bir pərdəli idi, komediyna idi, yaxşı idi. İtalyan əsəri idi, adından çıxdı əsərin müəllifi. Deməli, Rafael adlı bir kasıb, amma çox istedadlı bir, həm skripkaçı, həm də neyse, adından çox dilmə yapmır. Bir musiqiçi olur. Kasıb, neçə dənə opera yazıb, neçə dənə balet yazıb, amma naxşı yoxdur da məhk.
Deyir adam bəxti kasıb olmasına qutardı. Özdə hansı toya gedir, orada bəy falan ölür. Bir də görür ki, bir də neysə bir tanışları buna iş tapır, fabrikdə işləmək. Deyir ki, 70 mini götürərəm, qaçıb gedərəm də. Bu anda qapı döyülür və İtalyan əsəridir bu arada. Kişi gəlir, yanında da security'si özünü tanınmış bir maestro, pianoçu kimi təqdim edir və deyir ki, mənimlə çalışan əməkdaş dünyasını dəyişib, istərdim ki, sən mənimlə əməkdaşlıq edəsən. O da götürür, deyir ki, nə qədər məbləğ istəyirsən, deyir ki, biz kostyumların falan yoxdur, yazım ən başda olmur. Pasportunu deyir, hə, düzəldərik, xarici pasportu məsələn, ən başında düzəldərik, qış əməyə, biz nə qədər, deyir ki, yarım milyon, deyir, hə, qurbanı sənə yarım milyonu verir. Nəysə, verir, çıxır, gedir, bunlar burada indi köf eləyirlər ki, hə, yarım milyon vermir, əstəğfurullah, 200 mini verir, deyir, qalanda ki, birlik kontraktımız bitəndən sonra. Biraz keçir, security gəlir, deyir ki, ay cənab, bəs məni üzürlü sayın, mən bu şəxsin düzdür security'siyəm. Bu şəxs, sənə pul verən şəxs varlı bir ailənin övladıdır, amma çox əfsus ki, ruhi əsəb xəstəsidir, ruhi xəstədir. Mən artıq bunu dəfələrlə görmüşəm və o pulları qaytaran, o da bir baxır, deyir, onsuz da o pullar saxtadır da. Mənə ailəsi qoşub ki, o ilə git və mən həmin onu təkrarlamaq üçün bəs mən bunu hər dəfə təkrarlayırıq, saxta puldur, mən onu geri almaq məcburiyyətindəyəm. Verir, nəysə mayus qalırlar və öz həyatlarına qaldığı yerdən davam edirlər. Amma çox, yəni ki, tragikomediya idi əslində. Bir bəxti gətirməyən insanın, istedadlı olan bir bəxti gətirməyən insanın tragik bir həyatı idi. Amma o qədər gözəl oynayırdılar, yəni komediya əsəri idi. Əslində tragikomediya idi, belə deyək. Gələndə girdim yenə Rozmana, bu Rozmana. Deyirəm, bu Rozmana nəsə almışam. Deyir, oradan niyə alırsınız? Girdim Rozmana, başqa Rozmana, daha orada çəkmədim. Gördüm, deodorantlar falan endirimdədir. Səlimə chips aldım, long chipslər. Biz long chipsləri Səlimlə sevirik, heç mənə verməyəcək. Ev yox o isi. Deodorant falan aldım, bəlkə ayrıca video çəkərəm. Alışverişim şu, amma ayrıca videoda 100% bilirəm ki, long chipslər olmayacaq. Çünki Səlim müəllim, Səlim uşqı, Səlimçik, Sultan Səlim onu əzim rahatdən keçirəcək, nəsə olsun balaşqama indi də. Mən gəldim evə, kabura yaxşı çıxdı. Hətta burada belə bir şey var, aralayırsınız, podstavka kimi olur, baxın. Stola falan qoyanda, ştativ əvəzi, pis deyil, yaxşıdır hələ ki.